Türkiyə, Azərbaycan və Gürcüstan Müdafiə Nazirlərinin Ankarada keçirilən 12-ci üç tərəfli görüşü birgə protokolla yekunlaşdı. Görüşün ev sahibi və ittifaqın böyük tərəfdaşı olaraq Türkiyənin Müdafiə Naziri Yaşar Gülər, Ankaranın öz sözlərindən desək, regional təhlükəsizliyin təminatçısı rolunu gizlətmir. Sıx əməkdaşlığımız ölkələrimizin ortaq maraqlarına xidmət edir və Qafqazda sülhün və sabitliyin bərqərar olmasına mühüm töhfə verir. Bununla belə ən diqqət çəkən bəyanat Azərbaycanın Müdafiə Naziri Zakir Həsənovdan gəldi. Hərbi ekspertlər bunu saxta və səhnələşdirilmiş sülhsevərliyin klassik nümunəsi hesab edirlər. Bir tərəfdən o Ermənistanla əldə edilmiş sülhdən danışır, digər tərəfdənsə onun rəhbəri İlham Əliyev təcavüzkar ritorikasını davam etdirərək Zəngəzur dəhlizi ifadəsini israrla istifadə edir və bugün Düşənbədə olduğu kimi yersiz hallarda Ermənistanı işğalçı adlandırır. Avqustun 8-də Vaşinqtonda Ermənistanla birgə bəyannamənin imzalanması və ardınca sülh sazişinin paraflanması 30 ildən artıq davam edən münaqişənin dayandırılması yolunda mühüm addımdır. Bu tarixi hadisə Cənubi Qafqazda və qlobal miqyasda əməkdaşlıq üçün yeni imkanlar açdı. Öz növbəsində Gürcüstanın Müdafiə Naziri Irakli Çikovani ölkəsinin Avropa ilə Asiya arasında körpü rolundan danışdı. Cənubi Qafqaz Avropa ilə Asiya arasında körpü olan geostrateji bir bölgədir. Üç dövlətimizin əsas missiyası birgə səylərlə regional sabitliyi qorumaqdır. Bu formatda ilk görüş 2014-cü ilin avqustunda Naxçıvanda baş tutub. O zaman gündəlik daha konkret idi. Əməkdaşlıq vasitəsilə Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum və Bakı-Tbilisi-Qars enerji və nəqliyyat layihələrinin təhlükəsizliyini təmin etmək. Məhz o zaman birgə hərbi təlimlərin keçirilməsinə qərar verildi. Son birgə təlimlər 2024-cü ildə Azərbaycanda keçirilib. Bu təlimlər zamanı üç ölkənin xüsusi təyinatlıları aviasiyanın dəstəyi ilə birgə əməliyyatları məşq ediblər. 2025-ci ilin yanvar-fevral aylarında isə Ermənistan sərhəd yaxınlığında Qarsda, Gürcüstanın müşahidəçi qismində iştirakı ilə Türkiyə-Azərbaycan hərbi təlimləri keçirilirdi. Yeri gəlmişkən, bir gün əvvəl Qəbələdə keçirilən Türk Dövlətləri Təşkilatının zirvə toplantısında Əliyev qurumun hərbiləşdirilməsi ilə bağlı bəyanatla çıxış etdi. Ölkələrimiz arasında hərbi və hərbi texniki sahədə əməkdaşlıq çox önəmli faktorlardan biridir. Bu çərçivədə müttəfiqimiz olan Türkiyə ilə dərin əməkdaşlıq mövcuddur. Yalnız son bir ildə Türkiyə ilə birgə 25-dən artıq iki tərəfli və çox millətli hərbi təlimlər keçirilmişdir. Ölkələrimiz arasında hərbi, müdafiə və təhlükəsizlik sahələrində geniş əməkdaşlığı nəzərə alaraq 2026-cı ildə Azərbaycanda Türk Dövlətləri Təşkilatına üzv ölkələrin birgə hərbi təlimlərinin keçirilməsini təklif edirəm. Bu həftə həmçinin Xəzəryanı ölkələrin hərbi dəniz qüvvələri komandanlarının görüşü baş tutub. Görüşdə Rusiya, İran, Qazaxıstan və Azərbaycan 2026-cı ildə Xəzər dənizində birgə hərbi dəniz təlimləri keçirməyə barədə razılığa gəliblər. Bu təlimlərin məqsədi gəmiçiliyin və dəniz iqtisadi fəaliyyətinin təhlükəsizliyini təmin etməkdir. Üzv ölkələrə görə bu təhlükəsizlik regiondan kənar qüvvələrin müdaxiləsi olmadan yalnız Xəzəryanı ölkələr tərəfindən təmin edilməlidir.